Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Esselamu aleykum və rəhmətullah. Hər birinizə Allah Müteala'nın salamı olsun. Allah itaat və ibadətlərinizi inşallah ki, ən ali dərəcədə qəbul eləsin. İnşallah ki, bugün İmam Baqir əleyhissalamın öz yaxın səhabələrindən birini olan bir nəsihəti barəsində danışacağıq ki, bu nəsihət hədisdir və bu hədis özündə çox ibrətamiz məsələləri ehtiva edir. İmam Baqir əleyhissalam bir sahabəsinə buyurur ki, sənə 5 şeyi tövsiyə edirəm. Sonra başlayır bu həmin 5 şeyi sadalamağa. Sadalayır ki, birinci mənada budur ki, birinci tövsiyəm bundan ibarətdir ki, sənə zülm edildikdə sən zülm etmə. Kimsə sənə qarşı zülm edirsə, ondan cürətlənib sən də kiməsə qarşı zülm etmiş olma. Bəli, zülmün qarşısında dayan, öz haqqını bərpa etməyə çalış. Amma bu, həddindən də çox hala gəlməsin ki, həddən artıq olsa, bu artıq sənin kiməsə zülm etmiş olmağın demək olacaq. Digər baxımdan İmam əleyhissalamın bu kəlamına diqqət etdikdə görürük ki, Allah Müteal Qur'an-ı Kərimdə bir çox yerdə ki bildirir, Allah zalimları sevmir. Nümunə üçün bir neçə ayə qeyd etsək, Allah buyurur ki, Ali İmran surəsində وَعَمَّ الَّذ۪ينَ آمَنُوا deyir, iman gətirən ki var, o yaxşı işlər görənlər ki var, iman gətirənlərə وَعَمِلُ الصَّالِحَاتِ yaxşı əməllər edənlərə gəldikdə فَيُوَفِّيهِمْ اُجُورَهُمْ deyir ki, Allah Müteal həmin iman gətirib yaxşı işlər görənlərə gəldikdə onların mükafatlarını kamil şəkildə Allah verəcək. Vallahu la yuhibbuz zalimin. Allah zalim olanları əsla sevmir. Onun əksinə iman gətirib yaxşı əməllər eləyənləri, insanlara zülm etməyənləri sevir Allah Müteal. Və Qur'an deyir ki, başqa bir yerdə cənnət əhli cəhənnəm əhlinə tərəf dönən zaman onlar cəhənnəm əhlinə belə deyəcəklər. Cənnət əhli deyəcək ki, qalu, deyərlər ki, Rabbənə, ey bizim Rəbbimiz, lə təcəalnə mə'l qavmiz zalimin. Deyərlər, ey bizim Rəbbimiz, bizi zalim qövmündən bircə eləmə, bircə qərar vermə, bizi onlardan uzaqlaşdır. Yəni, zalimlardan hamı qaçmış olacaq. Zalimlıq bu qədər pisdir. İmam Əli əleyhissalam buyururdu ki, kim əgər zülmün miniyinə minsə, onda həmin zülm onu başı üstə yerə çırpar. Özünün etdiyi zülm onun məhv olmasına gətirib çıxaracaq. Qur'an-ı Kərimin başqa yerlərində də diqqət etdikdə görürük ki, Allah Müteal insanı zülm etməkdən uzaq saxlayır. Deyir, əsla və əsla kiməsə zülm eləmiş olma. Bu, birinci imamın birinci tövsiyəsi idi. İmam Baqir əleyhissalam ikinci tövsiyəsində buyurur ki, sənə xəyanət etsələr, sən xəyanət etmə. Birdən deyərsən ki, mənə xəyanət eləyiblər, onda mən də başqasına xəyanət eləyim, yox. Bu, sənə yaraşan bir hərəkət deyil ki, kimsə sənə xəyanət elədi, sən də qarşı tərəfin səviyyəsinə düşəsən, sən də kiməsə qarşı xəyanət eləyəsən, belə olmasın. Belə bir şey olmasın. Çünki Allah Müteal Qur'an-ı Kərimdə eyni zamanda buyurur ki, İnna Allaha la yuhibbul xainin. Allah xainləri sevmir. Yusuf surəsində buyurur ki, İnna Allaha la yəhdi qaydal xainin. Deyir, şübhəsiz Allah xainlərin hiləsini məqsədə çatdırmaz. Kim ki, xainlik eləyər, bir iş həyata keçirməyə çalışar, Allah deyir, onu məqsədinə çatdırmaz. Hətta Həzrət Peyğəmbər bir hədisində buyururdu ki, əminlik, etibarlı olmaq ruzini cəlb eləyir. Kimsə xəyanət eləsə, xainlik eləsə, fəqir olar. Fəqirliyi özünə cəlb eləmiş olar. Buna görə imam buyurur ki, birdən görərsən ki, kimsə xəyanət elədi, hə, mən də baxım onun kimi davranım, belə eləmə, sənə yaraşmaz. Niyə? Allah çünki xainləri sevmir. Üçüncüsü budur ki, birdən sənin sözünü təkzib eləsələr,
Yəni birdən doğru deyərsən, amma birdən doğru sözün də elə yer olur ki, orada doğru sözün heç bir əhəmiyyəti olmur. Xüsusən bir qrup insan var ki, onlara doğrunu deyəndə doğru onlara sərf eləmir deyə elə istəyirlər ki, nə olursa yanlış olsun. Bəzən elə zamanlar ola bilir. Deyir, birdən elə yerdə olarsan ki, sən doğru sözü deyərsən, bu sənin məsuliyyətindir. Görürsən ki, sənin doğru sözünü elə təksib edirlər ki, elə bir sən səhv danışırsan, qarşı tərəf doğru danışır. Deyir, belə olan halda qəzəblənmə. Düşünmə ki, elə mən doğrunu dedim, bunların davranışına bax, özündən çıxma. Belə anlar da deyir ki, yəni ola bilər, həyatda belə anlar olur. Bəzən elə mühit ola bilir ki, orada doğru sözün yalan qədər heç qiyməti olmur, yalanın elə qiyməti olur ki, baxırsan ki, doğru yalanmış kimi görünür. Belə ola bilir. Deyir, amma bu səni həvəsdən salmasın, qəzəblənmə. Sonra deyir ki, dördüncü tövsiyə ondan ibarətdir ki, deyir, birdən səni tərifləyəndə sevinmə. Nəyə görə sevinmə? Bir, bu mənada ki, insanların kimisə tərifləməsi həmin adamın mütləq yaxşı adam olması demək deyil. Elə kimisə təriflədilər, o yaxşı adamdır, belə deyil. Bir tərəfdən də ola bilər ki, bəli, sən bu tərifə layiq olasan. Orada da sevinmə ki, birdən təkəbbür halı sənə hakim olar, birdən özündən razı olarsan. Quran ki, deyir, İnnəllaha la yuhibbu kullə muxtalin fəxur. Allah özündən razıları sevməz, birdən özündən razı olarsan. Buna görə sevinmə. Bir, bu mənada ki, insanların da səni tərifləməyi o demək deyil, yəni sən yaxşı adamsan. İmam Sadiq əleyhissalam ona görə buyururdu ki, əgər tanınmamağa çalışırsınızsa, eləyə bilərsinizsə ki, tanınmayasınız, eləyin ki, tanınmayasınız. Məhşur olmaqdan çəkinin. Çəkinin məhşur olmaqdan. Sonra deyirdi ki, imam, əgər Allahın yanında yaxşı biri sayılırsansa, insanların səni tərifləməsinə və ya insanların yanında pislənən biri olmasına əhəmiyyət vermə. Bu əhəmiyyətli deyil. Əsas məsələ bəndənin Allah yanında olan dəyəridir. Həzrət Peyğəmbər buyururdu ki, mən sərrəthu həsənəthu və saəthu səyyiəthu fəhuvə mümin. Deyir, yaxşı əməli sevincinə, sevinmək istəyirsənsə o təriflərə sevinmə. Yaxşı əməl edirsən ona sevin. Sonra deyirdi ki, günahı isə kədərlənməsinə səbəb olan şəxs mömindir. Yəni, sənin sevincin yaxşı əməlin olsun, sənin kədərin birdən bilməzsən, günah eləyərsən, onu olsun. Yoxsa bu o qədər önəmli deyil tərif. Bir dövr vardı ki, baxırdın ki, Həzrət Əli əleyhissalamın müqabilində nə qədər fəzilətsiz, nə qədər heç bir tərifi haqq eləməyən insanlar tərif edilir, nə qədər fəzilətsiz insanlar fəzilətliymiş kimi təqdim olunurlar. İndi bu deməkdir ki, onlar yaxşı adamdırlar. Yox, onlar yaxşı adam deyil. İndi ola bilər ki, 5-10 nəfərdə adam elə bilir ki, onlar yaxşı adamdırlar. Bu göstəricidir, göstərici deyil. Ümumiyyətlə, insanların sözləri bir çox hallarda heç bir halda göstərici deyil. Elin də gözü həmişə tərəzi deyil. Elin tərəzisi də hərdən çox zaman səhv çəkir. Sonra da buyururdu ki, İmam Baqir əleyhissalam birdən səni pisləsələr, elə həmin qissənin davamıdır. Deyir, səni pisləyəndə sən narahat olma. Bilirsən ki, sən yaxşı adamsan, narahat olma. Quran deyirdi ki, Həzrət Peyğəmbərə nələr dedilər? Dedilər ki, şairdir, nəuzubillah, seyrbazdır, kahindir, divanədir. Bu, bütün Peyğəmbərlərin, belə deyək, ortaq şəkildə qarşılaşdığı bir hadisədir. Hərəyə bir böhtan atıblar. Firon dedi ki, Həzrət Musaya, İnnə haza lə sahirun alim. Dedi ki, həqiqətən bu Həzrət Musa ki var, çox bilikli bir seyrbazdır, dedi. Həzrət Peyğəmbər üçün dedilər divanədir, hərə bir söz dedi. İndi bu o deməkdir ki, ondan narahat olsun, öz Peyğəmbərlik missiyasından uzaqlaşsın, yaxud yaxşı insan olmasından uzaqlaşsın, belə olmalı deyil. Və insanlar da kimin ürəyi nə istəyir, onu deyir.
Amma əsas məsələ insanın Allah yanında olan dəyəridir ki, Qur'an-ı Kərimdə baxın nə deyir? Deyir ki, bu müşriklər ki var səndən pis davranırlar. Deyir ki, "Vasbir alə mə yəqulun və hcurhum hacran cəmilə." Ey peyğəmbər, sən onların dediklərinə səbr elə və onlardan gözəl tərzdə ayrıl. Çünki onların bir qismi hələ bilmir ki, nə danışırlar. Zaman gələcək, düzələcəklər. Bir qismi də onsuz da, yəni desələr nə olacaq, deməsələr nə olacaq, bu heç bir şey ehtiva eləmir. Ona görə gərək bu mətləblərə diqqət olunsun. Bayaqki bir nümunədən danışanda digər hədis unutdum deməyi. İmam Əli əleyhissalamdan bir hədis var. Ümumiyyətlə İmam Baqir əleyhissalamın bu tövsiyələri elə tövsiyələrdir ki, bütün dövrlərdə keçərlidir. Hər dövrdə bu məsələ eynən aktual məsələdir. İmam Əli əleyhissalam bir hədis deyirdi ki, mən bu hədisi bir neçə dəfəsində demişəm. İmam buyururdu ki, bir zaman gələcək, sizin məclislərinizdə iştirak elədikdə heç kimin tanımadığı və iştirak etmədikdə heç kimin yadına belə düşməyən, insanlar arasında bir o qədər tanınmayan Allah-pərəst mömindən başqa heç kim zamanənin fitnə fəsadından uzaq qala bilməyəcək. Məlum olur ki, elə zaman gələcək ki, və yaxud artıq gəlib ki, etiqadımız budur ki, artıq gəlib ki, insanların mömin olaraq tanınması heç bir möminlik göstəricisi olmayacaq. Əksinə, insanların tanınmaması onların ziyandan və fəsaddan uzaq olmasına gətirib çıxaracaq. Ona görə imamın bu tövsiyələri elə tövsiyələrdir ki, yəni birdən sən görsən ki, filan kəs sənə xəyanət elədi, sən eləmə, sənə zülm olunanda sən zülm eləmə. Əlbəttə, məzlumun zalımdan intiqam aldığı gün Əmir-ül-Müminin buyururdu ki, zalimin məzluma zülm elədiyi gündən daha ağırdır. Çünki məzlum zalimdən öz haqqını alır. Sonra ki, imam buyururdu ki, səni tərifləsələr, belə sevinmə, səni pisləsələr, pis olma. Birdən sözünü təksib eləyərlər, qəzəblənmə. Bunlar hamısı bilirsiniz nədir? Bunlar hamısı odur ki, özünlə məşğul ol. Və çox da cəmaata fikir vermə. Cəmaatdır da. Ümumiyyətlə, kütlənin heç bir zaman ortaq bir məqsədi və yaxud dəlillər üzərində formalaşan fikirləri olmur. O nə söz deyirsə kütlədəndirsə, əgər elə belə sözdür deyir. Bir neçə dəqiqə sonra onun o fikrini ondan soruş deyəcək ki, yadımda deyil, nə dedim. İndi bir qrup belə deyək, kütlə olanda belə olur. Kütlənin səviyyəsi budur. Ona görə İmam Baqir əleyhissalam buyurur ki, sən özünlə məşğul ol. Sən özünlə məşğul ol, özünə diqqət elə, öz daxilinlə olan halını müəyyənləşdir, münasibətlərini müəyyənləşdir. Və bir ki, önəmli olan sən özün və sənin daxilindəki mənliyinlə olan münasibətindir. Ki, öz nəfsini təskiyə eləyəsən, nəfsini təmizləyəsən və Allah da sənin məqam və dərəcəni artırsın. Yoxsa indi 20 nəfər yığışıb, filan kəs yaxşı adamdır deyəndə, adam pis adamdırsa, onun heç bir xeyri yoxdur. Əməl dəftərinə yazmırlar, filan kəs daha dedi ki, bu yaxşı adamdır, demək bu yaxşı adamdır. Pis kimin ona yaxşı deməsindən asılı olmayaraq o pisdir. Kim yığışsın, desin ki, filan kəs yaxşıdır, o pisdir. Və yaxud yaxşı nə qədər kütləvi şəkildə pislənilsə belə yaxşıdır. Həzrət Əli əleyhissalam neçə illər ərzində qunutda lənət oxudular. Nə oldu ki? Xeyrül bəriyyə. Ən xeyirli yaradılışın Həzrət Peyğəmbərdən sonra ən xeyirli və ən üstün insanı idi. Pis dedilər, pis oldu, elə olmadı ki. Burada bir məsuliyyət də var ki, xüsusən özünü Əhl-i Beyt əleyhimussalamın məktəbinə aid edənlər gərək diqqətli olsunlar ki, nə söz danışırlar və kimə nə deyirlər. Bir nəfər desə ki, mən şiiyəyəm, gedib bir nəfərə xəyanət eləsə, o harası şiiyə oldu ki? Bir nəfəri zülm eləsə, daha onun nəyi ardıcıl oldu ki, nəyi tərəfdar oldu ki? Gərək insan buna diqqət eləsin. Allah mütealdan istəyir ki, Allah müteal Qur'an və Əhl-i Beytə xatir bizi bağışlasın inşallah. Allah mütealdan istəyir ki, Allah müteal bizi öz gözümüzdə kiçiltməmiş başqalarının gözündə ucatmasın. Allah mütealdan istəyir ki, Allah müteal övladı olmayanlara salih övlad nəsib eləsin inşallah.
Allah müteala'dan istəyir ki, Allah müteala zəmanənin imamının xidmətçilərindən qərar versin biz inşallah. İtaət və ibadətlərimizin qəbulu üçün zəmanənin imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat etsin eləyək.